Dostlarım, bu gün Paşinyan, yəni bunun gülməli prikollarına baxacağıq. Bilirsiniz ki, Paşinyanın yəni prikolları doludur, həddindən artıq çoxdur. Baxaq gör Paşinyan üçün necə gülməli prikollar hazırlayıblar. Cırılacaq gülməkdən. Bu video sadəcə gülmək məqsədilə çək. Avtobusda qoplayır. Müharibədən maraqlı bir şey danışım. Deməli, səhər ara qaranlıqda müharibə təzə başlayıb. Pualar göydə qarğa, quzğun kimi birdi, mindi, beşdi, vertolyot. Bura bax, biz arada vuruşurduq ha, hamamda. Elə hamamda ola ha. Bu elə bir sıra vuruşmuşdur, demə görün də. Deməli, qırğın gedir bacılar. Belə də qoyuyorum buna bir tuta biləm, sən də deyəm. Deməli, qırğın gedir, qal su yerinə axır, tər su yerinə axır. Qonşum Akovla bir yerdə vuruşuram, elə Akovdayıq. Bir də gördünəsə bir vızıltı gəlir. Baxdım göyə, gördüm Puğa gəlir. Puğa gəlib başımın üstündən keçəndə əl atıb Puğanın ayaqlarına. Puğa getdi, ayaqları qaldı əlimdə. Puğa da əlini görər, ayaqları yoxdur, tərdən qaçır. Akova bir dənə raket. Tranşey Akovu vurmadı, qonşum Akovu vurdu. Belə pısınması Akov cırıq-cırıq oldu. Orada qaldı, gətirəmədi, belə familiyası da Akov tızqırdayan idi. Sənin ərin... Avtobus içində indi bir dənə külək var. Orada qaldı. Qərib fikirlərə dalmısan, makaronu dərdə qəmə salmısan, sağırsa ellər getmərəm davaya, yoxdur gedəm düşəm. Halstuku çox qısa deyir, biraz uzun olsa yaxşı görünür məncə. Bu da buradadır, salam məleykim, necəsən? Mən istəyirəm sizə bir məsələni danışım, o səs Türkiyə. Bilirsiniz ki, o səs Türkiyə 2020-ci ildə Qarabağda keçirildi. İndi də hal-hazırda Ukraynada keçirilir, fikir verirsiniz. Çox gözəl bir müsabiqədir. O səs Türkiyə. O səs Türkiyə deyəndə nəzərinizə çatdırım ki, yəni Bayraktarın səsini deyirəm. Ağsaqqal, Bayraktar elə bir silahdır ki, istəyib dünyanın bütün silahları gəlsinlər, yekə silahlar, nüvə silahlar. Ləzzətini bilirlər deyəsən Bayraktarın. 44 günlük müharibədə Bayraktarın. Gördü qoyur. Mən bunu şahid olmuşam. 44 günlük müharibədə Bayraktarla bizim əsgərlərimiz. Hamısını yazır ora. Vurub partlatmaq bir yana, lazım olanda düşmənə göstərir o çəkdiklərin lap düşmənin bağrını daha da partladır. İndi də Ukraynada görürsünüz ki, bax o Bayraktarlar yenə qan eləyirlər. Elə başından bilinir ki, bu bat yaddaş kartı var. Bəli, raket çatanda hiss edirsən, daha sonra da gec olur. Bu qırmızı qalstukun qiyməti mənə maraqlı gəldi. Sizcə neçə olar uşaqlar? Bir dənə rəylərdə yazın da. Şəbəkə çaxırdandır. Dəqiq çaxırdı o. Yoxsa bizim əsgərlərin. Bir dənə çaxır içəndə. Yaxşı çaxırdı, içmirsən? Nəysə, özünüz bildiniz yəni. Ona görə biraz deyirəm, ehtiyat deyirəm də. Yaxşıdır, yox, yaxşıdır. Nə var, nə yox? Nətərsən, neyəsən? Bu nədir, perpetüyündür bu? Görməmiş kimi necə basıb yiyir. Biz də elə deyirik. Oğramışıq da, nə aldın? Siz ancaq oğurlaya bilərsiniz. Bu nədir, çaxırdır. Sənə Şuşadaş çaxır oxşuyur bu. Elə mənim başıma oyun açan bu oldu, nətərsən? Bu çaxırdan qorxuram. Yaxşıdır. Nə var, nə yox, nətərsən, neyəsən? Vəziyyət zadı yaxşıdır mı? Siz Şuşada buradan işdiniz də? İşte Düşübə təşvişə. Boz zibilinə düşdüm deyil orada. İşdim qatqıladım kül mənim ağlıma. Özünü söyür. Şuşan. 92-də biz Şuşanı işğal elədik. Qızımın adını qoydum Şuşan. Azərbaycan da gəldi azad elədi. İndi Şuşan mənə torpaq oğrusu kimi baxır. Deyirəm həyat nə qəribədir. Uşaq adsız qalıb. Anıya deyir xurmanış qoyaq. Nətər də anıya? Bilirsiniz Melisi Polosi niyə elə qondarma ağlayırdı? Çünki onun getdiyi o abidəmiz də qondarma abidədir. Yalanlar qoymuşuq. Necə hər şey boynuna alır? Elə ağlamaq da abidənin özü kimi saxta olmalıydı. Məsələn, onu apar həqiqi o Xocalı soyqırım olan abidənin üstündə avtomatik Melisi orada göz yaşlarda boğulacaq. Başqa nə var ki burada? Salam, mənim Nelisi nənəm, nə var, nə yox, nətərsən? Amma görüm onun içində, tutuyorum bunu. Xeyirli olsun, nətərsən? Yanımdıra qalsın, nə var, nə yox.
Mən sizi salamlayıram. Mənim Nensi bacım, xoş gəlmisiniz. Səfa gətirmisiniz. Deməli, nəzərinizə çatdırım. Elə burada istəyirəm deyim ki, deməli, səhər-səhər siz təyyarədən düşürsünüz. Möhkəm danışmır, çörək tapmır deyəsən. Düşəndə sizin yerişinizi açığı bu Biden qağamın yerişinə bənzətdim. İraqçanızdan bir neçə ay bundan qabaq deməli Bizə quş deyir, yavaş-yavaş. Çırpacaqlar bir dəqiqə. əlaqələr tam fərqlidir. Bu sizin yaşınıza bağlıdır. Bu yaşdakı siz təyyarədən düşmək, yəni hansı ki yaşlarınız hamısı mərmər daşlardan baxır, amma siz dünyaya təyyarədən baxırsınız. Gör kimə deyirək, gör kimə deyirək, gözü cavan falandır. Yarım saatın içində 4 saatlıq şər yağdırdınız, ağlınıza gələni danışdınızsa, deməli sizdə ağıl başda. Təsdiqləyirik. Onun nəzərinizə, siz mənim bacımsınız. Siz mənim bacım. Deməli, bugün Paşinyan Nancy Pelosi ilə görüşündən danışıb. nənəsi yox, bu Nancy Pelosi'dir, mənəm, bir də İrəvan polisidir. Küçələrdə gəzə gedirik. Birdən Buydu, evə baxın, taxtadan hazırlandı. Bu yəni sırf taxtadan da vurasan bunu, odu qaçasan. bu qayıtdı ki, Paşik Paşik nə qəşəng ad tapıb. danışır, bəs mənə belə deyiblər, elə deyiblər. Sonra Qaşları Recəbin qaşlarına oxşayır, çox birləşir. Bunlar köhnə videolardır deyəsən, indi saqqalınız adını qırxıb. yəni uğurlu alındı şər siyasətimizin nəticəsində. Putinə zəng elədim, deməli almadı. Almadı deyəndə açmadı telefonu. Ondan sonra Makrona yığdım. Dedim, hal qəziyə belə atəş kəsib pozmuşuq. İndi də bizim özümüzü pozurlar. Pozulmalı adamı pozarlar da. Ki, çinmirsən qaşınızdan. Dedim, mənə zəng yersən KTM yığdı. O kollektiv təhlükəsiz adı yoxdur ha. Mən də bu bloknotda səhv yazmışam, götürüb kliniki tibbi KTM yığmışam da o kliniki tibbi mərkəzə. Bir də gördüm qapının ağzına skoru kəsib ki, bəs gəlmişik. Dedim da gəlmisiniz, yaxşı eləmişsiniz, gəl eləməm. Necə səhv buraxıb e? Belə. Günah özümüzdədir, bunu bütün dünya bilir. Biz bir millət kimi düzələn şey deyilik. Düzələn deyilsiz də, heç vaxt düzələn deyilsiz. Cinlərimiz vapşə çoxdur. Görək də nə qayırıq indi. İşləyirik bu üstündə. Yox, sərhəddən mal otarırdım. Nətər olsa biraz keçmişəm, elə bir şey Azərbaycan tərəfə. Duman idi özdə. Orada da Azərbaycan əskərləri gəldilər. Saçına bax bir dənə, saçını bir il deyə elə bir qıxmır. İnəkləri buraxdılar, məni aparırdılar. Sonra nətər olsa yarı yoldan qayıtdılar. Deməli, məni buraxdılar, inəkləri apardılar. İnəklərlə səni qarışdırıblar yəqin ola bilsin. Gələr ki, bəs aramızda qalsın, sizdə atom bombası olmaz. Bizə 3-4 günlük lazım verin, qaytaracağıq da belə. Yo, dedim yoxdur, nə yazır bizdə? Yoxdur da. Bizdə atom elektrik stansiyasıdır, o da xoda getmir. Atom bombası nə yazır? Nə vaxt bizdə atom bombası olur ki? Bilirsiniz, bizdəki atom bombası deməli atmaq üçün deyil, elə yerində partlatmaq üçündür. O da bizim özümüzə sərf eləməz. İkinci də olsa verməliyik, apardı, gətirmədi. Və sonra nə olacaq? Axırda deməli 5 dənə tank istədik. Yəni bu qədər paxıl dövlətdir. Tankların xəsiyyəti pisdir də sizə sərf eləməz. Dedim, bizim tanklar puğa görən kimi göz qaş eləyirlər, o dəqiqə puğa yaranqırdır. Sonra dedi, daha heç nə görüm, nə qayıram. Dedim, gör nə qayırsam, neyniyim? Yox, elə bir sıxıntısı yox idi. Yelizavetin oğlu dünən mənə zəng elədi ki, bəs arvadın vəziyyəti yaxşı deyil. İndi o dəqiqə Anyan'da götürdüm, deməli Londona uçduq. Biz bura çatana kimi artıq arvad keçirmişdik. Yəni o vəzifəyə, o şeyə, yəni 96 yaş hesabdır da. Dəfinə qədər burada olacaq. Küləyləyir özü içində. Nəysə dostlarım, bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəlmişdi. Video xoşunuza gəldisə like atın. Belə videoların davamının gəlməsi üçün kanalımıza abunə olmağı unutmayın. Həqiqətən maraqlı bir video olduğunu düşünürəm. Sağ olun, sevilirsiniz.